Azərbaycanda normal kino yoxdur. Nə ssenarist var, nə də aktyor. Bəlkə də çoxunuz belə düşünürsüz. Bu gün ölkənin kino və serialına ikinci nəfəsi gətirən Emil Quliyev barədə danışacağıq. Niyə Emil Quliyevin çəkdiyi seriallar bu qədər uğurludur? Heç kimin bilmədiyi yerləri ekrana gətirmə strategiyası. Emil təkcə məhəllələri çəkən rejissor deyil. O Azərbaycanda çox insanın getmədiyi, adını belə eşitmədiyi yerləri ekrana çıxarır. Kiçik kənd, küçələr, unudulmuş sovet məkanlarını, hətta adalarımızı. Azərbaycanda ada belə var imiş. Misal üçün sonuncu çəkdiyi serialda Azərbaycanda ada olduğunu öyrəndim. Bu vizual nahəng marketinq effekti yaradır və bizim ölkədə də belə yerlər var imiş. Sadəcə kəşf edə bilinənə. Azərbaycanda televiziyaya maraq bitmişkən Emil oyunu dəyişir. Son illərdə heç kim TV seriallarını izləmir. Yalnız Netflix, YouTube və s. Amma Emil Quliyev elə bir şey etdi ki, auditoriya kanala görə yox, filmə görə o kanala keçir. Misal üçün bugün İTV-nin trend olmasına əsas səbəb Tilov serialıdır. Üçüncüsü, dürüstlük, xarizmə və insan dili. Filmlərdə izləyicilərinə suni rejissor kimi yox, elə bizdən biri kimi danışır. Emilin çəkdiyi filmlərdə real həyat, məişət, zarafat və ümumiyyətlə gündəlik danışdığımız sözlərdən istifadə olunur. Bizim TV seriallarımızda olan bayağı mövzular, gündəlik leksikada istifadə etmədiyimiz sözləri eşitmək bizə suni gəlirdi. Amma Pərdə, Əqrəb mövsümü və Tilov kimi seriallarda bizim real həyatda eşitdiyimiz sözlərdən istifadə olunur. Hətta filmlərdə bəzən rus sözləri belə istifadə olunur. Bu da gündəlik həyatda istifadə etdiyimiz sözlərdir. Güclü aktyor seçimi. Onun seriallarında ən güclü tərəflərindən biri də elə kast seçimidir. Kinoda istifadə olunan rəng tonları və bunun kimi detallarda Netflixdə görməyə öyrəşdiyimiz filmlər səviyyəsindədir. Və ən əsası ssenarilər kiçik detallara qədər işlənilir. Ölkədə çəkilən filmlərin çoxu komediya janrında olduğu üçün birdən-birə Emilin çəkdiyi həmin o detektiv janrlı filmlər də daha çox sevilir. Emil Quliyevin filmlərini izləməmisinizsə mütləq sizə də tövsiyə edirəm. Gələn dəfə videonu kim barədə edək deyə rəylərdə yazın.